Birincisi, bu müharibəni Rusiya Federasiyası uduzub. Bu bir. Bu müharibədə Rusiya mifi yoxdur. Dünyanın süper əjdahası ordusudur, o mifi dağılıb. Bu bir. O elədir əslində. Bəli, elədir. Bu birdir. Mən əksinə deyirəm ki, bütün dünya Rusiya ilə bacarmadı. Bunu da mən səsləndirəm. Niyə? Çünki artıq Rusiya ilə gedir də. Ukraynaya istədiyini elətdirə bilir, hörmətli Ləman xanım. Yox, başa düşürəm, elətdirə bildi, bilmədi. Amma dünya Rusiyanın qabağında aciz durumda deyilmi? Avropa təşvişdə. Bütün Avropa ölkələri silahlanır. Polşa oradan deyir, gətirin nüvə, nə bilim, nələrini bizə birləşdirin. Almanya silahlanır. O başqa söhbətdir. O başqa söhbət deyil, mən ilki mənzərəni deyirəm. Ukraynanın, mən siz bax, Rusiya Ukraynaya istədiyini elətdirə bilmir. 3 günə ərazidə Kiyevi ala bilmir. Almadı ki, Rusiya dünyanın süper ordusudur, dağılıb tökülüb. Yəni, məqsəd bu idi mi Rusiyanın gücünü göstərmək? Rusiya burada 2 məqsədi var idi. Tutduğum əraziləri qəbullan, təhlükəsiz, neytrallığı ver, bacara bilmir. Bu bir. İkincisi, bu müharibə ancaq və ancaq Ukrayna xalqı, millətinin məğrurluğu vasitəsindən qalib gəlir. İkinci də, baxın, siz bunu qalib deyəcəksiniz. Müttəfiqlər müharibəyə qoşulsa, qalib olacaq, o da qoşulmayacaq. Bu belə. İkincisi, siz deyirsiniz ki, Amerika yox, Trump administrasiyası deyil. Vladimir Putinin məqsədi bu idi ki, Amerika ilə masaya otursun. Ən böyük məqsədi bu idi və Ukraynasız masaya otursun. Biden administrasiyası bunu istəmirdi. Trump administrasiyası istədi. Nədən? Yaxşı sualdır, nədən? Trump cəmaata, xalqa, seçkilərdə sual vermişdi ki, söz vermişdi ki, mən seçilsəm bu müharibəni dayandıracaq. Bir gün oldu, bir gündən də keçdi. Sonra nə vardı? Ukraynaya kəşfiyyat ilə dayandırdı. Sonra nə oldu? 30 günlük atəşkəs Zelenski qəbul etdi, düzdür? Amma nəticədə nə atəşkəs var, nə bir şey var. O da Putin də, yəni Rusiya tərəfindən. Əlbəttə ki, burada Rusiyanın diktəsi şərtləridir. Niyə istəmir Putin bunu, atəşkəsi? Niyə istəmir? Bunun istəməyim ki, ondan getmir ki, Ukraynaya deyirlər ki, tutduğun torpaqlardan qəbullan. Edərsiniz bunu siz? Yox. Zelenski edər bunu? Yox, yəqin ki, eləməz. Ukraynada Oval ofisdəki şounun da müharibə nəticəsi Ukraynaya masaya oturdu. Amma harada oturdular? Riyadda. Sonra nə oldu? Sonra oldu ki, Riyaddan sonra demək kəşfiyyat bərpa olundu, hərbi yardım oldu. Zaten Trump publik üçün oynaydı ki, bax mən söz vermişdim, müharibəni dayandırmaq üçün çalışıram. 30 günlük də atəşkəs olsun. Nə bilim, 1 illik də atəşkəs olsun. Heç kim burada demir ki, ərazi bütövlüyü məsələsi Ukraynanın necə olacaq? Bugün Henry Kissinger dünyasını dəyişib. Ölməmişdən qabaq nə deyirdi? Təhlükəsiz zəmanəti verin, Ukraynaya NATO üz eləməyin, tutduğu ərazilərdən əl çəksin. Ukrayna inkişafa doğru getsin. Deyirdi. Sonra topa tutuldu, ağıl getdi, 2 yeri götürdü, dünyasını dəyişdi. Trump administrasiyası onu yerinə yetirmək istəyir. Onunla əlaqədə nə varmaq istəyir? Çini mühasirəyə almaq istəyir. Rusiyanı öz yanına çəkmək istəyir. Yaxşı, siz öz yanınıza çəkmək istəyirsiniz Rusiyanı. Çini mühasirəyə alırsınız, fikriniz var. Sovet İttifaqını mühasirəyə aldınız. SSR-ini dağıtdınız. Çinini yanınıza gətirdiniz. Bugünkü ərəfədə Amerika Birləşmiş Ştatları, mən şəxsən görürəm ki, Çini mühasirə almaq üçün o potensial yoxdur. Kimlə? Sən indi Avropanı deyirsən ki, get başa çarə qıl, onu da axırda bazarlığı eləyərsən. Avropalılar olsa döyüşmə qabiliyyəti yoxdur. 70% yükləyərsən onun belinə ki, xərci sən ödə, mən bu. Bu problem bu olacaq. Avropalıların pulu çoxdur. İndiki zamanda Avropalılar indi hal-hazırda güclü ordu qura bilməzlər. Amma zamanında quracaq. Trump administrasiyası gələk. Məqsəd Çini qoyub. Məqsəd bu müharibəni dayandırmaq istəyir. Amma bu istəyir ərriyyətdə. İstəyir, nə bilmə, bu indiki məqamda mən bu müharibənin dayanacağına, bu şərtlər altında bu müharibənin bitəcəyinə heç kim
İnanmıram və heç kim də bunu deyə bilməz. Ateşkəs də olmayacaq. Ateşkəs 30 günlük olacaq. Bəs sual, niyə sual vermirsiniz ki? Niyə Trump Zelenski buna razılaşır? Neyləsin? Elə o sual gələcəkdi ki, yəni o da gözlənilməz oldu ki, Zelenski birdən ateşkəsə razılaşdı. Onun ritorik bizim bu Cumhuriyyəti tədqiqatçısı, Cumhuriyyətdən kitab Mehmandarov sənətli film çəkən bir insansız həyatı bu. O nə çəkir Cumhuriyyətdə yetim idi, yersiz idi, gedəcəyimiz yer yox idi. Bunun da gedəcəyi yeri yoxdur. Yoxdur. Amma heç kim də bundan ötürü döyüşmək istəmir və döyüşməyəcəkdir. Ona görə də məcbur qaldı ki, elədir, təslim olmalı, yardım. Bu başqa məsələlərdir ki, ehtiyat məsələsi, problem var, döyüşə bilməm. Bir dəfə də demişəm, oturub o Zaluzin adlı bir ali baş komandan Londonda keyf edir. Sən nəzərən Ukrayna patriotusan ki, gəl ələ-ələ avtomatı döyüşdə ön cəbhədə. Yəni Ukraynanın problemləri çoxdur. Prezident olmaq istəmir mi Zaluzin? O da erası bitdi daha, getdi daha. Niyə ki? Niyə getdi? Demirlər ki, Zelenskini o daha çox şanslı o əvəz eləyəcək deyirlər. Hər şey əvəz eləyəcək deyəndə ki, Zaluzin ona görə getməyib. Zaluzin siz yenə danışdırırsınız. Zaluzin danışmaq üçün gəlmisiniz də bura. Hər şey danışmaq üçün gəlmiş elə şey var demək lazım. Zaluzin burada əmrin başından böyük əmirsiz işlərlə məsul olub. Ona görə çıxıb gedib. Ukraynada mı? Əlbəttə. Nə iş görübdür ki? Onu öz jurnalist araşdırın, tapıb deyək. Deməli, əziz